Mən boşanmaq istəyirəm. Yenə nə oldu? Psixoloqum deyir ki, özünə dəyər versən boşanarsan. Özünə dəyərlə boşanmağın nə əlaqəsi var? Həyatı doya-doya yaşamaq istəyirəm. Ailə həyatında analığını, yoldaşlığını, gözəl günlər doya-doya yaşaya bilmirsən. Amma həyata bir dəfə gəlirik də. Başa düşürəm, mən də, övladlarımız da həyata bir dəfə gəldik də, 6-cı dəfəmiz deyil. Amma bu həyatı tam istədiyim kimi yaşamaq istəyirəm. Ailə həyatında sənin istəklərinə zidd olan nə var ki? Hə, bilmirəm, yəni haqqımdır da hər şeyi yaşamaq. Əlbəttə ki, hər şey yaşamaq haqqında, amma o haqlardan da bizdə də var da, yəni bizim də haqqımızdır ki, layiqli həyat yaşayaq, bilək ki, yanımızdakı insanlar bizi yarı yolda qoymayacaqlar, anamız bizi atmayacaq, anamız analıq edəcək, yoldaşımız yoldaşlıq edəcək. Nə bilim, mən boşanmaq istəyirəm. Tələsmə, başqalarının ağlı ilə, sözü ilə qərar verməyə tələsmə. Onların heç biri bu həyatı qanmayıblar və qanmayacaqlar.